Davam edirik. Dünən gecədən başlayan leysan nəticəsində paytaxtda bir rekord göstərici qeydə alınıb. Belə ki, Bakıda sonuncu dəfə 1966-cı ildə bundan daha çox yağıntı müşahidə edilib və bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib. Müsahibə alanlar içərisində əməkdaşlarımız olub, reportajımız var. Gecədən başlayaraq ölkə ərazisində qeydə alınan yağıntılı hava illik normanın 22%-ni təşkil edir. Bakıda hazırda yağıntının miqdarı 57 mm-dir. Bu, aylıq normadan 2 dəfə çoxdur. Bununla yanaşı, Böyük və Kiçik Qafqaza düşən yağıntı da aylıq normadan 2-3 dəfə çoxdur. Küləkli və yağıntılı hava gecə boyu davam edəcək. Aprelin 17-si səhər saatlarından etibarən qərb rayonlarından başlayaraq hava tədricən mülayimləşəcək. Artıq bir neçə gündür ki, Aralıq dənizi üzərində formalaşan siklonun ölkəmizə daxil olması nəticəsində ölkə ərazisində qeyri-sabit, eyni zamanda yağıntılı hava şəraiti davam etməkdədir. İqlim dəyişmələri fonunda belə analoji hadisələrin daha tez-tez təkrarlanması müşahidə edilir. Yalnız ölkəmizdə deyil, digər ölkələrdə də, xarici ölkələrdə də belə hadisələr müşahidə edilməkdədir və sayının artması da müşahidə edilir ki, qeyd etmək istərdim ki, Türkiyədə, İspaniyada, Rusiyada və digər ölkələrdə də belə analoji halların sayında artım müşahidə edilir. Qeyri-sabit hava ilə əlaqədar ölkə ərazisində 15 çaydan sel keçib. Dağlıq ərazilərə yağan qarı da nəzərə alsaq, çaylarda sululuğun artacağı istisna edilmir. Leysan xarakterli yağışların təsiri nəticəsində ölkə ərazisində çaylarda yüksək sululuğun davam etdiyi müşahidə edilir. Eyni zamanda səhər saatlarından başlayaraq ölkəmizin bəzi çaylarında sel və daşqın hadisəsi müşahidə edilməkdədir. Əsasən Qudyal çayda, Qabırlı çayda, eyni zamanda Ataçayda və Şabran-Gilgir çayda, eyni zamanda Dəvəçi çayda da sel hadisəsi müşahidə edilmişdir. Qeyd etmək istərdim ki, Quba rayonu Xınalıq məntəqəsində qar örtüyünün hündürlüyü faktiki 71 santi təşkil edir. Eyni zamanda Qusar rayonu ərazisində, Lazan məntəqəmizdə də qar örtüyü artıq yarım metri keçir ki, və sonraki günlərdə də temperaturun yüksəlməsi bu qar örtüyünün əriməsinə gətirib çıxaracaqdır ki, eyni zamanda növbəti mərhələdə çaylara da öz təsirini göstərəcəkdir və növbəti günlərdə də çayların suluğunun davam edəcəyi proqnozlaşdırılır. Artıq 17-sindən başlayaraq temperaturun yüksəlməsini biz gözləyirik. Qeyd edək ki, son 59 ildə ilk dəfə paytaxtda bu həddə yağıntı qeydə alınıb.